6 saat MRT-də qalıb, nə qədər köməyə çağırsa da həkimlər gəlib çıxmayıb. Bu və digər maraqlı tibb xəbərlərini izləmək istəyirsinizsə, sona qədər bizə baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Acılı yemək orqanizmimizə xeyirdir, yoxsa ziyan? Mütəxəssislər məhz acı biber, istiotlu yeməklərin bədənimizə necə təsir eləməyi haqqında ətraflı məlumat verib. Baxaq. Acı qidalar mədəyə ziyan deyil. Acı qidaların mədə xəstəliklərinə səbəb olduğu barədə geniş yayılmış fikir tam doğru deyil. Mütəxəssislər bildirir ki, mədə yaralarının əsas səbəbi Helicobacter pylori infeksiyası və bəzi dərmanların uzun müddətli istifadəsidir. Kəskin yeməklər birbaşa yara yaratmır. Əksinə, bəzi hallarda həzmi stimullaşdırır. Bununla yanaşı həkimlər xəbərdarlıq edir ki, qastrit və digər mədə-bağırsaq xəstəlikləri olan şəxslər üçün bu cür qidalar narahatlıq yarada bilər. Həddindən artıq istifadəsi isə yanma, ağrı və diskomfortla nəticələnə bilər. Mütəxəssislər qeyd edir ki, kəskin qidaların zərəri fərdi həssaslıqdan asılıdır və onların ölçülü şəkildə qəbul edilməsi tövsiyə olunur. İnsan jestlərinə görə robotların müxtəlif əşyaları axtarıb tapdığı bir dövrə gəlib çıxdıq. Robotlar haqqında yeni bir məlumat və onlar necə olur ki, insan jestlərinin mimikalarını ayırd edə bilirlər. Bu da başqa bir mövzudur. Alimlər robotların insan jestləri vasitəsilə əşyaları tapmasını mümkün edən yeni texnologiya hazırlayıb. Tədqiqatda robotlar təkcə sözləri deyil, həm də əl işarələri və baxış istiqamətini birlikdə analiz edərək axtarış aparır. Məlumata görə bu yanaşma robotların qeyri-müəyyən şəraitdə daha düzgün qərar verməsinə kömək edir. Sistem ehtimallara əsaslanaraq işləyir və robotun səhv obyekt seçmə riskini azaldır. Sınaqlar zamanı robotlar mürəkkəb mühitdə düzgün əşyanı təxminən 89% hallarda tapa bilib ki, bu da əvvəlki üsullardan daha yüksək nəticədir. Tədqiqatçılar bildirib ki, bu texnologiya gələcəkdə məişətdə və istehsalatda insanlarla daha təbii əməkdaşlıq edən robotların yaradılmasına imkan verə bilər. O deyirlər, adamın gərək niyyəti doğru olsun. Hətta alkoqol haqqında fikirləşib sərxoş olmaq belə mümkündür. İnsan zehninin nələrə qadir olduğunu bir bilsəydiniz. Alkoqolun yalnız fiziki deyil, psixoloji təsirləri də diqqət mərkəzindədir. Yeni araşdırmaya görə insanlar müəyyən içkilər haqqında sadəcə düşünərkən belə fərqli emosiyalar və davranış modellərinə köklənir. Tədqiqat Young Consumers jurnalında dərc olunub. Alimlər 429 nəfərin iştirakı ilə aparılan 4 mərhələli araşdırmada iştirakçıların müxtəlif içkilərlə bağlı fikirlərini öyrəniblər. Nəticələr göstərib ki, tekila, əyləncə və parti, viski, kişilik və güc, şərab isə zəriflik və elitlik hissləri ilə əlaqələndirilir. Eksperiment zamanı iştirakçılar yalnız bu içkilər barədə düşünərək öz hisslərini qiymətləndiriblər. Yəni alkoqol qəbul edilməyib. Bu da göstərir ki, təsirlər birbaşa içkidən yox, sosial və mədəni təsəvvürlərdən qaynaqlanır. Mütəxəssislər bildirir ki, bu cür öyrənilmiş assosiasiyalar insanların seçimlərinə, davranışına və gözləntilərinə təsir edə bilər. Bu nəticələr xüsusilə gənclər arasında alkoqolla bağlı vərdişlərin necə formalaşdığını anlamaq baxımından əhəmiyyətlidir. İnsan il ərzində 6 dəfədən çox qrip olubsa, bu artıq problemdir. Niyəsini sizə Kəmalə Osmanova izah edəcək. İldə neçə dəfə qrip olmaq normaldır? Böyüklərin il ərzində bir neçə dəfə soyuq dəymə keçirməsi normal hesab olunur. Terapevt Anna Soloduxinanın sözlərinə görə ildə 2-4 dəfə kəskin respirator virus infeksiyası keçirmək sağlam insan üçün adi haldır. Mütəxəssis bildirib ki, ümumilikdə böyüklər ildə 6 dəfədən çox xəstələnməməlidir. Bu göstəricinin artması immun sisteminin zəifləməsindən və xroniki problemlərdən xəbər verə bilər. Həkim qeyd edir ki, tez-tez xəstələnən şəxslər həyat tərzinə diqqət yetirməli, düzgün qidalanmalı və kifayət qədər istirahət etməlidir. Eyni zamanda uzun müddətli və ya ağır keçən infeksiyalar zamanı həkimə müraciət etmək vacibdir. 6 saat MRT-də qalıb. Onu həkimlər unudub.
Elə bilib ki, belə də olmalıdır. Amma sonra başa düşüb ki, yox, nəsə bu çox oldu, qışqır bağır salıb. Doğrudan da çox maraqlı tibbi hadisədir və yəqin ki, dünyada ilkdir. MRT-də 6 saat qalan adamın hekayəsinə baxaq. Pasiyent gecəni MRT aparatında keçirdi. Çinin Uhan şəhərində yerləşən xəstəxanalardan birində səhnəkarlıq hadisəsi baş verib. Yerli məlumata görə Tan soyadlı pasiyent MRT müayinəsi üçün aparata yerləşdirilsə də, prosedur bitdikdən sonra o aparatın içində unudulub. Qeyd olunur ki, müayinə təxminən 20 dəqiqə çəkməli idi, lakin bu müddət başa çatdıqdan sonra pasiyenti çıxaran olmayıb. MRT cihazı işləməyə davam etdiyi üçün kişi öz başına çıxmağa cəsarət etməyib və kömək üçün səslənib. Nəticədə o təxminən 6 saat aparatın içində qalıb. Yalnız səhər saatlarında təmizlik işçisi onun səslərini eşidərək mühafizəçilərə məlumat verib. Bu vaxtadək pasiyentin həyat yoldaşı onun itkin düşdüyünü düşünərək polisə müraciət edib. Araşdırma zamanı məlum olub ki, hadisə növbə dəyişməsi zamanı baş verən anlaşılmazlıq səbəbindən yaşanıb. Həkim müayinəni tamamlanmış kimi qeyd etsə də, pasiyentin çıxarılıb-çıxarılmadığı yoxlanılmayıb. Hadisəyə görə məsul şəxslər işdən uzaqlaşdırılıb, xəstəxana rəhbərliyi isə pasiyentdən üzr istəyib. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.